Hamıya salam dostlar, kanalıma videoma hoş geldiniz. Bugün istedim sizler için Van'da geçirdiğim 1, 2, 3 bir neçə günü çəkim sizə göstərim. Belə, indi metroya gedirik, metro ilə sahilə, sahildən də yəqin 125 ya da Y2 bu avtobuslarla universitetə. Hava çox qəşəngdir. Yəni nə yandırıcı isti deyil, nə də soyuq deyil. Bu havalar həqiqətən çox xoşuma gəlir. Çünki yəni istəsən gəzə bilərsən, istəsən evdə də otura bilərsən. Yəni çox qəşəngdir. Başlayaq çəkimə. İnşallah. Bugün 4 dərsimiz var da. 3 dərsimiz var. Ben baş gedirəm, sağ qoyacaq maşının fiyansan karşıdan. Çəkdim. İndi gedirik universitetə. Deməli o avtobus gözləyən yerləri çəkə bilmədim. Çünki bəzi qarşılıqlıq idi, çox adam var idi. Məndə də social anxiety tutdu. Ona görə çəkə bilmədim. Belə də, yəni avtobusla gəldik, indi universitetdəyik. Və saat da 9:58 olmalıdır. Çatdıq. İndi dərsdə falan göstərərəm. Bir daha salam. Dərs bir dərs oldu. Principles of Chemistry, kimya dərsi. Prosto dərsdə çəkə bilmədim. Çünki bəzi uşaqlar istəmirlər video düşsünlər ona görə. Yəni bir dərsimiz oldu. İndi əslində bugün 3 dərsimiz var. Bir dənə dərs qalıb və break, sonra breakdən sonra da olacaq. Breakdən sonra da bir dərs olacaq və vəsiyo. Ondan sonra da personal growth aid bir seminar var. Onu qeydiyyatını keçmişəm və yəni ona qalacam. Bir saat gözləyəcəm, sonra o başlayacaq. Belə. Deməli dostlar, indi tutorial dərsindəyik və test işləyirik. Testimiz budur. İkinci dərsimiz də bitdi və hal-hazırda breakdir. Breakdə nə edirik? Heç nə eləmirik. Yemək yesək düşüb kantində yemək yeyirik. Yeməyimizi bitirdikdən sonra çöldə voleybolda oynaya bilirik və yaxud kitabxanaya gedib orada da vaxt keçirə bilirik. Belə. Əgər imtahanımız varsa dərs oxuyuruq təbii ki də. İndi sabah da process calculation-dan, yəni proses hesablamalı dərsindən quizdir. Hazırammı? Məncə hazıram. Amma müəllimənin saldığı suallara baxacaq da necə yazacağam. Yəni belə. Tətildən sonra hələ ki enerjimiz yerindədir, çünki təzə istirahətə gəlmişik də. Belə, nəsə yeni bir şey olsa yenidən update eləyəcəm. Bura universitetin 2-ci mərtəbəsidir. Burada yəni çoxu tələbənin LinkedIn profilinin şəkli burada çəkilir. Və burada deməli çoxlu bayraqlar var. İndi çəkib göstərirəm sizə bayraqları. Bu nə mənaya gəlir? O mənaya gəlir ki, bu universitetdə xaricdən xarici uşaqlar oxuyurlar da. Yəni onların bayraqlarıdır ki, onu göstərir. Xarici tələbələr olduğunu və xariclə əlaqəmiz olduğunu belə. Saat artıq 1-ə yaxınlaşır, yəni break bitir. Bir neçə dəqiqə qalıb. Birazdan da riyaziyyat dərsi olacaq və bu bugünkü axırıncı dərsdir. Ondan sonra bitiririk, gedir. İndi sizə sinif otağını göstərim, hazır boşkən. Bu şəkildədir. We also have that lambda is equal to 1, which means that the point lies on the line. Did you understand it? If you have any questions, you can ask me. Okay. Hamıya salam dostlar. Bugün 2 aprel.
üçüncü gündür və gedirəm universitetə, yəni metroya daha doğrusu və oradan da universitetə gedəcəm. Bugün hava sanki biraz sərindi, amma bilmirəm. Yəni dünən saat 9-da çıxmışdım, indi 8-də. Bəlkə də birazdan isinəcək. Yəqin şeylər olacaq, amma biraz sərinlik yarın baxan. Bugün dünən də demişdiyim quizimiz var. Process calculation-ı. Ümid edirəm ki, yaxşı keçər. Yəni müəllimə inşallah yazıla biləcək suallar qoymuşdur. Və bugün bir də seminarımız var. Dünən tarixini qarışdırıb səhv demişəm, elə demişəm dünən, amma bugündür. Və onu da qatacağıq inşallah. Belə sizə göstərirəm. Allah verir. İnşallah gələndə. Yenidən salam. Process calculation quizinə 5 dəqiqə qalıb. 2 dərsimiz oldu və indi quizə girəcəyik. Ümid edirəm ki, yaxşı keçər. Yəni hazırlaşmışam, sual tiplərində işləmişəm. Ümid edirəm ki, yaxşı yazaram. Quiz bitdi. Necə oldu? Məncə normal oldu. Suallar biraz çətin idi. Çətin deyəndə, yəni çox vaxt aparan və düşündürücü suallar idi biraz. Amma məncə pis yazmamışam, məncə. İndi yəni neçə bal aldığımı da cavablar çıxanda biləcəyik. İnşallah yaxşı olar. Əslində bugün mən tədbirə qalasıydım. Çünki dərsimiz bitirdi 2-də, tədbir başlayırdı 3-də. Və tədbir başlayırdı 3-də və mən sadəcə 1 saat gözləməli olurdum. Amma indi kimya dərsi ləğv olundu. Ona görə 2 saat gözləməli olacam. Məncə gözləməkdənsə evə getmək daha yaxşıdır. Və ona görə də tədbirə girmirəm. Belə tədbir dediyim, yəni seminarda başa düşdünüz siz. Bu şəkildə bugün də belə bitdi.